Bax fikir verin. Biz Şumer dilinə baxdıqda bax fikir verin. Ki sözünün bir mənasına gəldiyini görürük. Bu hansıydı artıq qeyd etdiyim kimi iki kökündə ilki bildirir. Ki isə onun çoxunu bildirən sözdür. Demək ki, ilk sözü Türk dilində ilk sözündə qalıb, onu da güya ki fars dilinə aid edirlər, lakin bu Şumer dilində ki olaraq qalır. Və biz üst sözünün Türk dilində üçə çevrildiyini görürüksə, bunun Şumercədə kuş olaraq qarşımıza çıxdığını görürük. Və eyni ilə fikir verirsinizsə, nə göstərmişdim mən? Asa biz 5 demişik, sonra 6'ya as demişik, sonra as tekdən seti 7, as 2'dən 8'i formalaşdırmışıq. Fikir verin. Şumerlər şu dedikdə 5'ə, şi dedikdə 6'ya, es dedikdə 7'yə, keşi dedikdə 8 deyib. Biz S2 deyib 8 demişik, lakin onlar 2 S deyib bunu 8'ə çevirib. Biz 9 doğuşdan 9 demişik, onlar isə gen, kəmik, xalq mənasına gələn gün kökündən doğuş sözünü deyib. Biz 10 demişik, n səsi düşərək onlarda u formasında bu ona çevrilib. Biz 1000 demişik, Şumerlər mu deyir. Yəni dolayısıyla Şumer dilində rəqəmlər Türk dilinin yaranması məntiqinə paralel getmiş, lakin müəyyən dəyişikliklər olmuşdu. Lakin biz fikir verin, Yapon dilinə baxası olsaq, rəqəmlərdə 1, 2, ni, san, şi, go, roko, çiçi, haçi, kuyu, cu və laxıra baxası olsaq, görürük ki, buradakı ilk kökü bəlkə Yapon dili ilə eynidir, lakin digər hissələrdə, məsəl üçün 3 mənasında san sözünü görürüksə, amma digərlərinin uyğun olmadığını görürük və bu isə Yaponların demək ki, hətta Şumerlərdən də əvvəl bizdən ayrıldığını göstərir. Biz Koreya dilinə baxası olsaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10'a baxası olsaq, bunların yenə Türk dilindəki rəqəmlərə uyğun gəlmədiyini görürük. Eyni ilə Monqol dilinə baxaq, burada biz yenə rəqəmlərin Türk dilinə uyğun gəlmədiyini görürük. Və demək ki, beləliklə biz Yapon, Koreya, Monqol dilinin daha uzaq qol olduğunu, Şumer dilinin demək olar ki, yaxın, Rus və İngilis dilinin isə rəqəmlər baxımından Türk dilinə olduqca yaxın olduğunu görürük.